Regiona gözlənilməz hava gəldi. Bakıda və bölgələrdə hava şəraiti necə olacaq? Gündəm xəbər nefrində 24 aprel tarixidir və bir məlumatı diqqətinizə çatdıracağıq belə ki, son günlər Bakı və Abşeron yarımadası başda olmaqla ölkənin bir çox bölgəsində hava şəraiti qeyri-sabit və dəyişkən xarakter alır və gün ərzində temperatur kəskin şəkildə dəyişir. Səhər və axşam saatlarında soyuq, günorta isə nisbətən isti hava müşahidə olunur. Yaz fəslinin ortası hesab olunan apreldə havaların daha sabit və mülayim keçməsinin gözlənildiyi halda qeyri-adi dəyişkənlik də diqqət çəkib. Bəs görəsən bu dəyişikliyin arxasında hansı iqlim prosesləri dayanır və yaxın günlərdə hava sabitləşəcəkmi? Məsələ ilə bağlı News 24 AZA açıqlama verən Biosfer İctimai Birliyinin sədri ekoloq Qorxmaz İbrahimli bildirib ki, əslində aprel ayı ölkə üzrə hər zaman yağıntılı və dəyişkən hava şəraiti ilə seçilib. Bakı və Abşeron yarımadası ərazisində son illər iqlim dəyişiklikləri və urbanizasiya, xüsusilə də betonlaşma səbəbindən yağıntılar bəzən az müşahidə olunsa da, bu ümumi tendensiyanı dəyişmiş olmur. Yəni Abşeron yarımadası yarım səhra iqlim qurşağında yerləşdiyi üçün burada hava şəraiti tez-tez dəyişkən olur və bəzən də yağıntılar olur, bəzən isə normadan artıq, bəzən az. Ümumilikdə isə ölkənin digər bölgələrində aprel ayı həmişə yağıntılı keçib, sadəcə bu il həmin yağıntılar soyuq hava ilə müşahidə olunduğu üçün insanlara daha fərqli və qeyri-adi təsir bağışlamış olub, deyir ekoloq. Qorxmaz İbrahimli həmçinin bildirir ki, müşahidə olan bu hava dəyişiklikləri yeni hal deyil və müəyyən dövrlərlə də təkrarlanır. Belə hallar əvvəllərdə olub, təxminən bir neçə ildən 1 və ya 10 illiklər ərzində bu cür hava şəraiti təkrarlanır. Yəni, tamamilə təbii prosesli və ciddi narahatlıq doğurmamalıdır. Yaxın aylarda hava şəraiti daha da sabitləşəcəyi gözlənilir və ümid edirəm ki, may ayı daha isti və normal keçəcək. Mən dəfələrlə şahid olmuşam ki, aprel ayında gündüz yay geyimində gəzdiyimiz halda axşamlar hava yağışlı və sərin olub. Bu, yaz fəslinin xarakterik xüsusiyyətlərindəndir. Ekoloqun sözlərinə görə əsas narahatlıq doğuran məqam isə kənd təsərrüfatı ilə bağlıdır. Belə ki, Qorxmaz müəllim ifadə edir ki, əsas məsələ odur ki, meyvə ağacları erkən şaxtaya düşməsin və don vurmasın. Qalan bütün hallar keçicidir. Hətta tarixdə may və iyun aylarında belə qeyri-adi hava şəraiti, hətta qar yağdığı halları da müşahidə olunub. Bəli, qeyd eləyək ki, belə olduğu halda kənd təsərrüfatı məhsullarına da kütləvi şəkildə bahalaşma müşahidə olunacaq və bu öz təsirini bazarda çox kəskin şəkildə göstərir. Xüsusilə də mövsüm meyvələrinin qiymətlərinin həmin ərəfədə baha olduğuna nəzərə alsaq və bu cür keçən anormal hava şəraiti məhz bazarlarda qiymətin biraz daha yüksək olmasına şərait yaratmış olur və biz ümid edirik ki, may ayında hava gözlədiyimiz kimi gözəl və isti keçəcək.